bölünsün i-dir. Yəni gərginliyin cəryan şiddətinə nisbəti. Və R bərabərdir volt bölünsün amper yazmış olacağıq. Və bizim verilən variantlarımızda B doğru cavab olur. Doğru cavab B variantı. Cəryan şiddəti hansı ifadə ilə müəyyən olunur? Eyni yazdığımız bu birinci sualdakı düsturdan ya da ki belə yaza bilərik. U bərabərdir I bölünsün R ifadəsindən. I bərabərdir ya da bu şəkildə yazaq ki çaşqınlıq yaranmasın. I vurulsun R. I bərabərdir U bölünsün R ifadəsi. Bu nə olur? Cəryan şiddətinin ifadəsi olur ki, bu da A variantı doğru cavabdır. Gələk növbəti suala. Aşağıdakılardan hansı Ohm qanununu ifadə edir? Dövrə elementinin uclarındakı gərginliyin bu elementdəki cəryan